Tapa bilərəm də mən. Hər qabda neçə mol həlli olan var. Elədir. Birinci qab üçün yazıram. Birinci qab üçün. Seyrimizə neçə verib? 2 mol yar. Yəni 2 mol bölü litr. Yəni 1 litrdə 2 mol həll olan var. Həll olan var. Elə. Zaten elə bu 1 litr olduğu üçün bu olduğu kimi qaldı. İkinci qab üçün yazaq. İkinci qabda seyrimizə neçə verib? 2 mol. 2 mol bölü litr verib. Hə? Yəni 1 litrdə 2 mol var, amma bizdə məhlul neçə litrdir? 2 litrdir. 2 litrdə nə qədər olacaq? 4 mol. Elə? O zaman belə başa düşdüm ki, mənim 2 mol dəmir 3 bromidim var, 4 mol da kalium bromidim var. Elədir, elədir. İndi bunlar da deyir, tam dissosiasiya edir. Düzdür, yoxsa yox? Tam nə edir? Tam dissosiasiya edir. Tam dissosiasiya eləsə dəmir 3 bromid bizə verəcək dəmir 3 müsbət və 3 dənə də brom mənfi. Bunun birindən bunları 1 alıram, bunu da 3 alıram. Bizdə neçədir? 2. 2 molundan nə qədər alacağım bunu? 2 mol alacağım, bunu neçə alacağım? Elə? Neçə alacağım bunu? 3 alacağım da. 3 yox, 6. Razısınız? Gəlin bir kalium bromid edirəm. Kalium bromid dissosiasiya edəndə kalium müsbət verir və brom mənfi verir. Birindən 1 alıram, bizdə neçədir? 4. 4 molundan da bunu 4 alacağım, bunu da 4 alacağım. İndi gəl suallara cavab verək. Suallarda bir nədir? Hər iki qabda eyni sayda iyon var. Burada neçə mol iyon var? 6 mol. Burada neçə 8 mol. Burada neçə mol? 8 mol. O zaman bu ifadə doğru ifadə. Hər iki qabda eyni sayda iyon var. Gəldim ikinciyə. Hə bir də ikincidə nə deyir? İkincidə deyir ki, dəmir üst müsbət və kalium müsbət iyonların molar qatlığı gedir. Biz molar qatlığı tapmaq üçün hər hansı bir iyonun molar qatlığı, məsələn katyonu tapmaq üçün katyonun həll olan hissəsinin, yəni məhlulda olan mol miqdarını böləcəm məhlul məzminə. Bizim nə qədər dəmirimiz var qabda? 2. Dəmirin məhlulu neçə litrdir? 1. O zaman C dəmir 3 müsbəti tapmaq üçün nüt dəmir 3 müsbəti bölməliyəm neçəyə? 1-ə, yəni V-yə də. O da oradan neçə edəcək? Şu an bunu ayırım burada. 2 böl 1 neçə edəcək? 2. Bir də biz nəyi tapmalıyıq? Kalium müsbəti. Eyni şey kalium müsbət üçün eləsəm. Kalium müsbət neçə oldu? 4. Kalium müsbətdə olduğu məhlul neçə litrdir? 2. Bu da oldu 2. O zaman bunlar işte hər ikisi nə oldu? Demək hər iki qabda, birinci qabda dəmir 3 müsbətin molar qatlığı 2 mol bölü litrdir. İkinci qabda da kalium müsbətin də molar qatlığı 2 mol bölü litr. O zaman bu da düz fikirdir. Hər iki məhlulda eyni sayda brom var, xeyr. Burada 6 mol brom var, burada 4 mol. Sayı çevirəndə də 6 ilə 4 ilə. Bu yanlışdır. Bunun cavabını yalnız bir